Verdiyin standart şəkildə göstərmədir. Əgər kimsə o qüvvət şəklində verilibsə, qüvvətə yüksəld, at, vurma verib, vur, bölmə verib, böl, toplama yox indi. Toplamada da çox əldə olur, başım bura. Yəni də vurma, bölmə, üst, hər şeyi yüksəlt, sadələşdir, elə yaz. Yəni sadələşdir deməkdir qısaca. Yazaq da biz. Birinci, baxın, bu mötərizənin üstünü, baxın. Bir dəqiqə, mən niyə belə göstərdim? Bax, bu mötərizənin üstünü 4-ə yüksəltdik də. Baxın, burada bir dənə 4-cü dərəcə var. Hamısını yüksəldək. 2-nin üstü 4-cü dərəcə 16. X üstü 3-ün 4-cü dərəcəsi üstlər vurulur da dərəcəyə yüksəldəndə. X üstü 12. Y-in 4-cü dərəcəsi, Y üstü 4-ün 4-cü dərəcəsi 4 vur 4, 16. Z-inki 8 vur 4, 32. Bunu yazdım. İndi vurulsun 8-də 1, X, Z. Yazaq. İndi birinci əmsallara baxaq. Bunun əmsalı 16. Bunun əmsalı 8-də 1. 16-nı 8-də 1-ə vuranla neçə eləyir? 2. X-lara baxaq. X üstü 12. Burada nə var? Bir dənə x. Yəni x üstü 1 deməkdir, görünmür. Toplayanda nə edir? Vuranda toplamaq lazımdır üstləri. X üstü 12-nin üstünə x üstü 1, x üstü 13. Daha sonra y üstü 16. Burada var, sağda. Yoxdur. Onda bir dənə elə y üstü 16. Z üstü 32. Burada var, var. Z üstü 1 deməkdir. Toplayırsan üstləri. Z üstü 33. Dedənq. Bir dənə belə cavab. 2 x üstü 13, y üstü 16 daha. Bu üstü daha birdən çaşarsınız. Nəysə. Cavab nə oldu? 2x üstü 13, y üstü 16. Cavab Y var. Yox, bir dəqiqə. Ha, B variantı. Qorxdum. Elə bildim səhv yazmışam. B variantı.